Salam gözəl insanlar, söz verimin çəkişlərə davam edirik. İnşallah bugünkü mövzumuz məzhəblər. Yəni belə bir sual verirəm. Sən hansı məzhəbdənsən? Niyə bu sual verirəm? Sən bir hadisə danışın, belə maraqlı bir hadisə. Bir yoldaş var bizdə, yaxın bir yoldaş. Deməli deyir ki, Şiə, Sələfi və digər təriqətlər oturublar. Sual verirəm ki, sən kimsən? Deyir, mən Şiə. Bax, sən kimsən? Mən də Sələfiyəm. Sən kimsən? Mən nə bilim, mən Hənəfiyəm, sən kimsən, mən Şafiyəm, sən kimsən, mən nə bilim, filan kəsəm. Qardaşımız belə sual verir onlara. Bəs aranızda müsəlman yoxdur? Aranızda müsəlman yoxdur? Hamımız Şiə, Sələfi, Hənəfi, Həmbəli, Şəmbəli. Bəs müsəlman yoxdur mu sizin aranızda? Axı Allah bizi Qur'anda müsəlman adlandırır. Baxın, Qur'anda bir baxın ki, bütün elçilərdən demək ki, bəhs edərkən özünə müsəlman deyir. Müsəlman. Bu İslam. İslam dedim, yadıma bir şey düşdü. Bunu mütləq sən deyim. İnsanların düşüncələri yanlış bir fikir, yanlış bir algı var ki, istəyir bu müsəlman dediyimiz, İslam dediyimiz dünyanın içində bu yanlış düşüncə gedib bütün insanlara, bax, ateistlər də elə düşünürlər. İslam deyən kimi o dəqiqə yaddaş Məhəmməd Peyğəmbər düşür. Başa düşmədim. Bəyəm, İslam Məhəmməd Peyğəmbərlə mi gəldi? Ondan qabaqçılar nə etmişdi ki, İsa xristiyan gələn peyğəmbər, xristiyanlara gələn bir peyğəmbər deyil. İsa İslam gətirmişdi özünə. Musa İslam gətirmişdi. Bütün gələn nəbilər Allahın tövhid mesajını, birlik mesajını çatdırmışdı. Hamısı İslam çatdırmışdı. Bu adlar onlar özləri qoydu. Bax, sizin kimi. Xristiyan hardan çıxdı? Üçlük. Hardan çıxdı ki? Quran məmundan danışır. Quran onların dövrü nə deyir? Həvarilərə. Nəsrani. Nəsrani deyir onlara. Yəni onlar İsa Peyğəmbər kim mənə Allah'lı köməkçi olar ki, bizik köməkçilər, ənsar. Baxın, onlar nəsranilər. Yahudilər, özləri Yahudilər deyirlər. Allah onlara Yahudi demir ki, onlar özləri Yahudi deyirlər. Onlar özləri qoyduq adlardır. Yoxsa onlar hamısı İslamdır. Baxın, görürsünüz. Sizin özünüz qoyduq. Allah sizin Sünni, Şiə, Sələfi, Həmbəli, Şəmbəli qoymayıb ki. Allah Quranda açıq aydı. Dəfələrlə deyir, İslam, İslam, İslam. Bu dinin adı İslamdır. İslam bir dənə bir şey deyil. Xüsusi bir ad deyil. Xüsusi bir ad deyil. İnsanların yenə fikrini yanlış bir bilgi var ki, bax onda bütün xristiyanlara, bütün Yahudilər, yəni bunların içində uğuru qazanan olmayacaqmı? Xeyr, elə deyil, olacaq. Çünki o Allah İslam deyəndə bu Məhəmməd Peyğəmbərin şeyindən bunların anladığı kimi oradan İslam demir. İlk nəbidən son nəbiyə kimi hamısı İslam gətirib. Kim yəni sülh, barışa təslim olsa, düzəldici əməllər etsə, onlar İslamdır. Baxın, amma bunlar özlərinə adlar qoyurlar. Siz bir dənə Quranda baxın, görün Quran təriqətçiliyə nə qədər qarşıdır. Amma bunlar təriqətçilikdən əl çəkmir. Bir dənə ayə oxum sizə. Rum surəsinin 32-ci ayəsi. Allah müşriklərdən danışır. Deyir, o kəslərdən ki, öz dinini bölüb firqələrə ayırdılar. Hər qrup özündə olana sevinir. Baxın, hər qrup özündə olana sevinir. Şiə özündə olanı sevinir, Sünni özündə olanı sevinir, Həmbəli özündə olanı sevinir, Şəmbəli özündə olanı sevinir. Bax, Allah bunu müşrikin xüsusiyyəti kimi göstərir. Və yaxud Müminin surəsinin 23-cü surə, Mümin surəsi, Qafir surəsi yox, Mümin 23-cü surənin 52-ci ayəsindən 54-cü ayəsindən kimi oxuyun. Həqiqətən bu tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizim. Elə isə məndən çəkinin. Yəni təqvalı olun. Lakin onlar öz din işlərinin aralarını parçalayıb firqələrə bölündülər. Hər dəstə özündə olana sevinir. Sən onları bir müddət öz cəhalətinə burax. Baxın, hər dəstə özündə olana sevinir. Allah deyir ki, sən onları öz cəhaləti içində burax. Firqələrə bölünməyi Allah görün nə qədər qınıyıb. Və yaxud Ənam surəsinin 159-cu ayəsi. Dinlərini parçalayıb firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. Görürsünüz? Və yaxud Şura surəsinin 13-cü ayəsi. Bu ayəsi saxın, birazdan oxuyacağım. Görürsün, Allah firqələrə bölünməyə nə qədər qınıyır.
Yəni bunu başdan başlayıb ki, Quran firqələrə bölünməyə nə qədər qınayır. Yahudilər, xristianlar bölünüb parça-parça oldular. Quran isə birliyə çağırır, birliyə. Ona görə Ali İmran surəsinin 105-ci ayəsində deyir. Məsələn, Ali İmran 103-də nə deyir? Allahın ipi ilə möhkəm yapışın və təfriqə, parçalanmayın, parça-parça olmayın, firqələrə ayrılmayın. 105-ci ayədə isə deyir ki, özlərinə aydın dəlillər, bax aydın dəlillər, Quran aydın dəlillər. Özlərinə aydın dəlillər gəldikdən sonra anlaşılmazlığa, yəni ziddiyyətə düşüb firqələrə ayrılanlar kimi olmayın. Onlar böyük bir əzab gözləyir. Niyə? Çünki anlaşılmazlığa, mən sənə bir anlaşılmazlığa düşə bilərəm. Bu bizi ayırmağımız demək deyil. Sənin fikrinlə mənim fikrim ayrı ola bilər. Çünki bizim dünya döyüşümüz fərqlidir, bizim təfəkkürümüz fərqlidir. Sənə mən fərqliyik. Biz fərqli düşünə bilərik. Amma bu bir-birimizi qovmaq deyil. Ona görə Allah Bəqərə surəsi 213-cü ayəsində deyir ki, bu insanlar tək ümmətdir. Allah onları müjdələyən və xəbərdar edən peyğəmbərlər göndərir ki, onları anlaşılmazlığa deyil. Düşdüyü şeyi onlara bildirmək üçün hikmət indirdi ki, onlar anlaşılmaq düşdüyü şeyi bu kitabla hökm etsinlər. Anlaşılmaq, Bəqərə 2-ci surə 213-cü ayəsində bir dənə baxın zəhmət olmaz. Görün Allah Taala orada nə deyir. Yəni sözümün canı budur ki, sənlə mən bir mövzuda fikir ayrılığımız ola bilər. Amma bu bizi düşmənçiliyə gətirib çıxartmamalıdır. Əksinə Allah deyir ki, bu məsələni bu Quranla çözün. Demək ki, ya mənim o mövzuda bilmədiyim, tapmadığım, görmədiyim, axtarmadığım, təmbəllik etdiyim ayələr var ya da sənin. Ya mənim ya da sənin. Yox, problem Quran deyil. Quran ya səndədir, ya məndədir. Problem ya səndədir, ya məndədir. Ona görə ya mən yetərincə araşdırmamışım bu mövzunu Quranda, ya sən araşdırmamışsın. Ona görə Allah deyir ki, arasınızda bir anlaşılmaz düşür firqələrə ayrılar kimi. Yəni, aranızda anlaşılmazlıq düşə bilər. Mümkündür. Bu qeyri-mümkündür, insandır. Əksinə anlaşılmazlıq olanda daha gözəl bir şeydir ki, daha çox araşdırırsan, daha çox incələyirsən ki, doğruya çatmaq üçün. Amma sən bu doğruya çatmaq üçün addımladığın bu yolda o anlaşılmazlığa düşdüyün sənə düşmən kəsilmirsən. Onun qanını özünə halal bilmirsən, onun malını, mülkünü özünə halal bilmirsən. Əksinə daha da araşdır. Bu gözəl bir şeydir. Fərqli düşüncələr olması, insanın araşdırması daha gözəl. Yoxsa eyni düşüncə olanda, düz xətt olanda, onda insanın araşdırmalı mənasız gəlir. Əksinə insan, Quranda təşkil, Quranda anlaşılmazlıq yoxdur, insanın fikirlərində var. Allah da deyir ki, belə anlaşılmaz, neyin? Quranla ortaq nöqtə gəlir. Sən Quranca ortaq nöqtəyə gələ bilərsən ki, demək ki, sən bu mövzunu Quranda daha yaxşı incələməmsən, yaxşı araşdırmamsan. Demək ki, bu mövzunu araşdırmanı qalat ki, anlaşılma düşüb, firqələri bölünləri kimi olmuyor. Düşdüyüz anlaşılmazlığa. Bəqərə 213-də deyir ki, anlaşılmağa düşən şeyi tez bu hikmətlə, Quranla bu məsələni həll edin. Mövzunu diqqətlə Quranda incələ. Amma sağ olsunlar bizimkilər Peyğəmbər adına belə bir nağıl uydurdular ki, Ənam surəsi 112-ci ayəsində dediyi kimi Peyğəmbərin düşmənləri onun haqqında təmtəraqlı sözlər təqdim edirlər. Deməli, rəvayət edir ki, Yahudilər 71 və ya 72 firqəyə ayrılırlar, Xristianlar bir o qədər, yəni 71 və ya 72 firqə ayrılırlar, mənim ümmətim isə 73 firqəyə ayrılacaq. Deməli, bu hədis gecə Sünnən Tirmizinin İman kitabı 18 bölümü 2640-cı hədisi, Əbu Davudda 4596-cı hədis, İbn Macənin 3991-ci hədis, Şeyx Nasirüddin Əlbani deyir ki, Həsən Sahih. Şeyx Nasirüddin Əlbani deyir ki, Həsən Sahihdir və Peyğəmbər adına bir dənə uydurdular ki, ümmətimin ixtilafı rəhmətdir. İxtilafda rəhmət var. Bir-birinin qanını tökürlər bunlar. Bir-birinin qanını tökürlər. Qanun tökülər, rəhmət deyil. İndi gələcəm o ayələrə, narahat olmayın. İndi baxın, deyir ki, ümmətin bu qədər firqələrə bölünəcək. Baxın, birinci Peyğəmbər bunu deməz. Niyə deməz? Çünki Peyğəmbər Allah deyir ki, Şura surəsinin 13-cü ayəsində Allah Nuha tövsiyə etdiyini, sənə vəhiy etdiyimizi, İbrahimə, Musaya və İsa'ya tövsiyə etdiyimizi sizin üçün dində qanun etdi. Dini doğru düzgün, qaim, doğru düzgün ayaq üstə saxlayın və onda ayrılığa düşməyin. Baxın, görün Allah nə deyir? Bütün elçilər sayır, İbrahim, Musa, İsa, Nuha tövsiyə etmiş sənə deyir ki, dini doğru düzgün, etiqad edin, dini ayaq üstə saxlayın və onda təfriqə, ayrılığa düşməyin. Sənin çağırdığın bu birlik, dini ayrılığa düşməmək üçün, birlik, tövhid dini, birlik. Bax, Allah buna vurğu vurur. Səni çağırın, gəlin bir Allahın ipi ilə möhkəm sarılın, bir olaq. Bunu çağırmaq, gəlin Qurandan yapışın, möhkəm. Bu çağırmaq şərik qoşanlara ağır gəldi. Şərik qoşana ağır gəldi birlik.
Qurana möhkəm sarılmaq onlara ağır gəldi. Allah bütün nəbilərə, bütün elçilərə bunu tövsiyə edib. Amma onlar neynirlər? Əksinə, Peyğəmbər adını uydurdular ki, Peyğəmbər burada nə deyir? Peyğəmbər bu ayəni oxumurdu orada Məkkələrə, Mədinələrə. Ayrılığa düşməyin, dini ayaq saxlayın. Oxumurdu bu ayəni. Bu ayəni oxuyan necə bunu deyə bilər ki? Sonra deyir, Peyğəmbərin hədislərini rədd edirsən. Bunu rədd eləyərəm də. Qurana ziddə axı bu. Mən necə bunu qəbul edeyim? Peyğəmbər buna birliyə çağır. Peyğəmbər deyir ki, ümmətimin ixtilafında rəhmət vardır. Rəhmət vardır, ha? Taliban, IŞİD kimlər? Rəhmət vardır da onlarda. Terroristlərdə rəhmət var da. Baş kəsmədə rəhmət var da. Daşqalaq eləmədə rəhmət var da. Cariyəlikdə rəhmət var da. Rəhmət var. Bu ayəni, bunlar bir müsəlman bu ayəni oxuduğu bir halda necə ayrılığa dəstək, necə ayrılmağa üstünlük verə bilər? Baxın, Şiə deyir ki, Əhl-i-Beyti imamətini qəbul etmək lazımdır. Yoxsa bütpərəst kimi gələrsən axirətən, nə qılırsan ibadət elə, xeyri yoxdur. Sünni deyir ki, Peyğəmbər deyir ki, yalnız mənə Quran və sünnədə möhkəm yapışanlar nicat tapacaq. Sələfi deyir ki, Peyğəmbər deyir ki, 70 sənə firqə olacaq, onlardan bir dənə nasıl yalnızca tapacaq, o nə olacaq? Əhl-i sünnə və cəmaa. Yalnız bu firqə nicat tapacaq. Ona görə onlar öz adını Əhl-i sünnə və cəmaa qoyarlar ki, hədisdə belə deyim. Hədisdə kimdən gəlir bilirsiniz? Kimdən nəql olunur? Muaviyyə, Haviyyə. Mən o mövzuya siz bir də baxın, hədislərə Peyğəmbər deyib, yoxsa hədisləri Peyğəmbər niyə yazmayıb? O mövzuya baxın, orada mən Muaviyyə vurğu eləmişdim. Bax, burada yenə Muaviyyə deyib ki, Əhl-i sünnə və cəmaa. Çünki Muaviyyə bu ümmətin fironu idi. Fironu. Yəni, belə deyim, kritik baxsaz, tarix olar da belə baxsaz da belə incələsiz, məlumatınız olsunuz deyə. Baxsaz, görəcəksiniz, Muaviyyə bu dinin fironu idi. Firon. Quranı götürür, Firon, bax, o idi. Yəni, onu da ona şamil eləmək olar. Baxın, Quran nə qədər bu ayrılığa olsa da, bunlar ayrılmağı üstünə səslər. İndi sizə mən bir dənə bir şey göstərmək istəyirəm. Baxın, bu qədər sünni, şiə, hələfi, sələfi, şəmbəli, həmbəli, bu qədər. Bu deyirdi ki, Peyğəmbər deyir ki, yalnız bu necə tapacaq? Peyğəmbər deyir ki, yalnız. Məsələn, şiə deyir ki, Peyğəmbər deyir ki, əlin qoydu, əlin sinəsinə, ya Əli, sən və sənin şiələrin necə tapacaq? Şiə. Sünni deyir ki, yox, Peyğəmbərə sünnəsi, sələfi, sələfi. İndi yeni bir. Bu hədislər bitmir ki. Hələ baxın. Bu gördüyünüz şəxs, bu zübbəli, bütpərəst. Zübbəli görün nə deyir? Qət edin. Efendi babamdan duydum, buyurdu. Ali Hacer Efendi Hazretlerinden işittim, buyurdu. Yarın ahirette kabirden çıkan bir adamı azap melekleri yakalasa, azaba götürürlerken yaka paça, o adam dese ki, ben Nakşibendi tarikatın Halidi kolundanım dese bırakırlar. Bunu Ali Hacer Efendi 4 mezhep müftüsünü söylüyor. Yani neyi anlatmak istiyorum? Halidi kolunun ne kadar büyük bir kol olduğunu anlatmak için bunu söylüyor. Baxın əzizlərim, baxın mən bayaq sizə bu təriqətlər bitmir, qardaş. Bu təriqətlər bitmir. Cübbən özü bir təriqət yaratmalıdır da, gələcək qutubu olacaq da. Gördüm, bayaq yenə Rum surəsinin 32-ci ayəsini oxuyun. Müşriklər kimi şey oldular, parça-parça oldular. Hər qrup özündə olana sevinir. Baxın, bu Xalidiyyə qolu da özü üçün sevinir. Müminin surəsinin 52-54-cü ayəsini oxuyun. Görün, Allah Taala nədir? Görürsünüz nədir? İnsanları ayrılığına... Bax, ona görə Allah Taala Şura surəsinin 42-ci Şura surəsi, Şuara yox, Şura surəsinin 13-cü ayəsi nədir? Sənin nə deyir? Sənə tövsiyə, bütün hamıya tövsiyə sənə deyir ki, dini qaim, yəni ayaq saxlayın, doğru düzgün və ayrılığa düşmək. Sənə çağırdım bu birlik, dinin ayaq saxlamaq müşriklərə, şərik qoşana ağır gəlir. Bax, bu şərik qoşana ağır gəlir birlik. Xalidiyyədən olun, Xalidiyyə, Mahmud Əfəndi Hazretləri. Xalidiyyəni görsün, Allah bunu deyir. Görürsünüz? Allah bunu deyir. Şiə deyir, gəlin bizə hamı kafirdir, sünni deyir, gəlin bizə hamı kafirdir, həmbəli, şəmbəli, nə bilim. Bu Xalidiyyə, görün hələ nələr çıxacaq. Deməli, çox bir dənə maraqlı sizə bir şey deyim ki, Qur'anın çox maraqlı qınadığı şeylərə üz adlarını ad qoyurlar.
Şiə. Quran şiələrə bölünməyə qanayır. Bax bu firqələrə bölünmə, parça-parça, qrup olmaq. Əslində məsələn burada kəlmədə şiə kəlməsi keçir. Məsələn, Ənam 159 dinlərini parçalayıb, firqə olmasa heç bir əlaqən yoxdur. Onlar inşallah aid. Allah onların etdiyi əmrə barədə xəbər verir. Bax burada şiə keçir. Qasas 4. Həqiqətən Firon yer üzünə təkəbbürlük göstərib. Onun əhalisini zümrələrə, şiələrə bölürdü. Sonra Rum 32. O kəslərdən ki, öz dinlər ayrılıb, firqə onlara ayrıldılar. Hər qrup özündə olana sevinir. Baxın bu. Sələfi, Zuxruf 56. Baxın, Firon üçün keçir. Zümür, Yunus 30. Onlar hər bir nəfər keçmiş törəklə adısını çəkəcəkdir. Onlar Allah özü həqqi mövlasına. Burada da inkarçılar üçün keçir. Ənfal 38. İnkarçı olanlara de ki, inkara son qoysalar ölüb otub keçənlər. Sələf. Onlara bağışlanır. Yox, inkara qayıtsalar əvvəlkən başına gözlər. Baxın, eyni Allah hansı mövzunu qınarsa bunlar özlərinin adı qoyurlar. Çox maraqlıdır. Əhl-i sünnə və cəmaət, nəsə, bax, məsələn, Əl-Qaidə. Quranda baxın, Əl-Qaidə nə üçün işlənir? Allahın qınadığı mövzularda, döyüşdə arxada qalan, oturan. Baxın, Maidə surəsi 24-cü ayəsində baxın, orada qaidə keçir. Musa, sən get, biz də burada otururuq. Otururuq, bu şey gəlsin. Məsih gəlsin, bizi xilas edəcək. Baxın, Allahın qınadığı şeylər bunlar özlərinə qoyurlar. İndi bir maraqlı istəyirəm bir mövzuya da keçin. Maraqlı mövzuya keçin. Deməli, maraqlı mövzu. Məsələn, Həcc surəsinin 78-ci ayəsini oxuyun. Görün Allah nə deyir. Allah yoluna lazımıza çalışın. O sizi seçdi və atanız İbrahim dinində olduğu kimi bu dində sizin üçün heç bir çətinlik yaratmır. Allah dində çətinlik yaratmır. Elçi sizə insanlara şahid olansın deyə Allahın həm əvvəlki, həm də bunu kitabda sizi müsəlman adlandırdı. Müsəlman adlandırdı. Xalidiyyə qolu adlandırmadı. Nakşibəndi adlandırmadı. Sünni adlandırmadı. Şiə adlandırmadı. Sələfi adlandırmadı. Həmbəli adlandırmadı. Şəmbəli adlandırmadı. Nə bilim, Sufi adlandırmadı. Nə adlandırdı? Müsəlman adlandırdı. Elə isə Allahın qanunlarına ayaq üstə tutun, zəkat verin və Allahdan möhkəm sarılın. Allahdan möhkəm sarılın deyir. Şeyxindən möhkəm sarıl demir. Allahdan möhkəm sarıl deyir. O sizin mövlanızdır. Mövla Quranda yalnız Allah üçün işlənir. Baxın, Bəqərə 286 Mövla. Quranda Mövla mövzusunu qəbul göstərir. Allahdan savayı Mövla götürür müşriklər üçündür. Allahdan möhkəm sarılın. O sizin mövlanızdır. Allah bizim mövlamızdır. O nə gözəl Mövla, nə gözəl yardımcıdır. Allah bizi müsəlman adlandırıb. Və yaxud Füsiləт surəsinin 30-cu ayəsi. İnsanları Allaha tərəf çağıran, şeyxivə çağıran yox, Allaha çağıran və düzəldici iş görən və həqiqətən mən müsəlmanlardanam. Həqiqətən mən müsəlmanlardanam. Deyən ki, sən daha gözəl söz deyən kim ola bilər? Allah demədi Xalidi deyənlərdən, demədi Şiə deyənlərə, demədi Sələfi deyənlərə, demədi Şəmbəli deyənlərdən. Nə dedi? Mən müsəlmanlardanam. Minəl müslimin. Müsəlmanlardanam deyən kəsdən daha gözəl söz kim deyə bilər? Müsəlman. Allah daim bizi müsəlman adlandırır. Daim müsəlman adlandırır. Bizi başqa ad verməyib Allah. Müsəlman. İndi istəyirəm ki, başqa bir dənə şey deyim burada. Bax, baxın, bu ümmət parçalandı. Bax, bu parçalanma, məsələn, firqələrə bölünmək böyük bir parçalanmaya gətirib çıxartdı. Bax, məsələn, Quran Ənfal surəsinin 46-cı ayəsində ki, Allah və onun elçisinə itaət edin, bir-birinizə mübahisə etməyin. Ruhdan düşər, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr et, çünki Allah səbr edənlərdir. Allah nə deyir? Allah və onun elçisinə itaət edin. Yəni, Allahın öz elçisinə verdiyi mesaja itaət edin, ayrılığa düşməyin, mübahisə etməyin, ruhdan düşər və zəiflərsiniz. Baxın, bu ümmət hər şeydən, hər cəhətdən, tüm dünyada ən geridir bu dəqiqə. Ən geridir bu dəqiqə. Niyə? Çünki Allahın öz elçisinə verdiyi mesaja itaət etmədikləri üçün parça-parça olurlar, birləşmədikləri üçün parça-parça olurlar. Bu ümmət, əgər buraları ümmət demək olarsa, daim başı qapazda olub. Niyə? Allahın göndərdiyi mesajdan uzaq düşür. Ona görə Allah deyir ki, Yunus 100-ə baxın, ağlı işlətməyən murdarlığa məhkum olar. Ağlı işlətmə üzərində murdarlıq yaxdırar. Ona görə İslam hər cəhətdən, İslam əxlaqı, İslam elmi hər cəhətdən ən gerdədir. Çünki niyə? Parçalamaq səbəblə bir-birini həm Qur'anı hökmlə salırlar, Qur'anın ayəni hökmlə salırlar ki, yox,
İnsanların başını belə mənasız mövzularla qatırlar. Tualetə hansı ayaqla girim, tualetdən hansı ayaqla çıxım, tualetdən hansı ayaqla necə oturum, tualetdə oturarkən hansı duanı oxuyum. Belə şeylər insanların başına qatdığı üçün bu ümmət gerilədi. Bu ümmət gerilədi. Peyğəmbərin vaxtında belə bir şey yoxdur. Quran göstərir ki, Peyğəmbərin vaxtında belə bir şey yoxdur. İkinci, bunu mütləq yadınızda saxlayın. Parçalanma Firon əməlidir. Baxın, kim parçalamaq sevirdi bil ki, o insan Firondur. Fironun bir əməli bu idi. Baxın, Qasas surəsinin 4-cü ayəsində həqiqətən Firon yerin təkəbbürlü göstərib insanları zümrələrə, şiələrə bölürdü. İnsanları şiələrə, Firon işi bölmək idi. Qasas surəsinin 15-ci ayəsində o şəhərin əhalisi xəbərsiz ikən, yəni Musa, daxil oldu və orada bir-biri vuruşan 2 kişi gördü. Biri onun tərəfdarlarına, o biri isə düşmənlərdən idi. Tərəfdarlarına olan kəs onun düşməninə qarşı kömək çağırdı. Musa onu vurub öldürdü. Musa vurub onu öldürdü. O bu şeytan əməlindəndir. Həqiqətən o haqq yoldan azdıra və açıq aydın bir düşmənidir. Baxın, burada nədir? Burada da şiə kəlməsi keçir ki, Qasas 15-də, 28-ci surədə. Deyir, Firon onları şiələrə bölürdü. Musa girir şəhəri. Özdə o görür ki, 2 orada düşmən mübahisə edir. Musa vurub birini öldürdü. Nə dedi? Bu düşmən əməlindədir. Bax, Firon və şeytan işidir ki, bu insanları bölüb bir-birini qırdırmaq. Sünni şiə, sən əlini vilayətin qəbul eləmirsən, kafirsən sən, sən sahabəlüsən, kafirsən, sən filan kəsən, kafirsən. Bir-birinin qanını tökürlər. Sələfidir, şiə müşrikdir, onun qanını tökür. Bu deyir ki, sən nə bilim, nə sən, məcusisən, bir-birinin qanını tökürlər. Baxın, hər yerdə. İraqdan tutmuş, Suriyadan tutmuş hamısını. Yəni, bax deyirəm, əslində bunlar düşünmənin etdiyi bir şeydir. Çünki niyə? Mən o hədislərə baxın, videolara baxa bilərsiniz ki, hədislərə Peyğəmbər deyib, yoxsa cahiliyyət nağıllardır. Bunlar hamısı Yahudilərdən götürülmüş şeylərdir. Onlar bunu qətiyyən, baxın, Tövratı oxuyun, görürsünüz ki, kitab başlayağı vandalizmdir də, məhv etmək, qırtmaq, talamaqdır. Amma görməzsiniz yeri, Yahudilər bir yerdə dağıtsınlar. Heç nə. Onlar sizdən maşa kimi istifadə edirlər. Siz onların maşalarısınız. Onlar Tövratda olan qanunları sizin əlinizlə icra edirlər. Daşqalaq, özləri daşqalaq eləmə, sizə elətdirirlər. Cariyəlik, yoxdur cariyə eləmirlər. Tövrat cariyəlik olduğu qalır, sizə elətdirirlər. Məmləkəti məhv eləmək, uşaqları, böyükləri öldürmək, yer üzrə fəsad yaymaq, Tövratda olduğu halda özləri eləmirlər. Quranda fəsad törətmir, amma özünə müsəlman deyənlər, bu tayfa, beyinsiz tayfa onlara maşalıq edirlər. Ona görə bunlar Firon əməli, bir-birinə qırdırırlar. Əsirlərdir bir-birinə, bunları qırdırırlar. Növbəti, məsələn, baxın, parçalı bir xaos. Ənfal 73. Deyir, inkarsız bir-birinin vəlisidir, dostudur. Əgər siz bunu etməyin, yəni bir-birinə yardımcı, siz əgər bir-birinizə yardımcı olmasınız, müsəlmanlar edir Allah. Yer üzündə xaos və böyük bir fəsad baş verər. Gördün, İslam dünyası parçalandığı üçün, bir-birinə yardım etmək üçün, möhkəm olmadığı üçün, bir olmadıqları üçün yer üzündə xaos baş verir. Xaos baş verir. Bu bəladır. Bu ümməti Allahın göndərdiyi bir bəladır. Bir Ənfal surəsinin 65-ci ayəsində, 67-ci ayəsində kimi bir oxuyun. Ənfal deyirəm, Ənam surəsinin 65-ci ayəsində, 67-ci ayəsində kimi bir oxuyun. Görün, ayrı düşmə, bir parçalandıq, ayrı insanlar Qur'andan uzaqlaşdırır, İslamdan uzaq, Qur'anı tərk edərsin. Allah bu ümmətə necə bəla gəlir? Bu ümmət böyük bir bəlanın içindədir. Bu ümmət birləşməyincə, bu ümmət Qur'ana dönüş etməyincə bu bəladan qurtarmayacaq. İstəyirəm o ayələri oxuyum. Bu ayələri tapana kimi deməli Ənfal surəsinin Ənfal deyirəm elə Ənam surəsi. Deməli nə deyir? Deyir, ul. Allah başınızın üstündən və ayaqlarınızın altından sizə əzab göndərməyə və ya sizi qarşılığa salıb dəstə etməyə və bir-biz digərin gücünü dağıtırmağa qadirdir. Baxın. Gör ayərimizə izah et ki, onlar başa düşsünlər. Deyib, Qur'an həqiqət ola, sənin xalqın onu yalanladı. Demə sizi qoruyan deyiləm. Görürsünüz Allah'ın, bu ümmətin başına bəla var, bəla. Bu ümmət birləşməyəcək, Qur'ana dönüş etməyincə yer üzünə xaos olacaq.
Xaos olacaq və ümmətin başı daim bəlanın içində olacaq. Görürsünüz? Allah bizi müsəlman adlandırıq halda Sünni, Şiə. Mən fəxr edirəm Şiəyəm. Sən müsəlmanı fəxr eləmə. Sən müsəlmanı fəxr, özünə müsəlman adı vermə. Müsəlman adı vermə. Allah bütün nəbiləri görsün. Həcc surəsinin 78-ci ayəsini oxuyun. Müsəlmanın şəxsiyyət vəsiqəsidir o. Müsəlmanın şəxsiyyət vəsiqəsi. Dininizdə Allah yolunda lazımınca çalışın. Didin. Allah heç bir çətinlik yaratmadı. Allah həm əvvəlkilərdə, həm indiki bu kitabda daim sizi müsəlman adlandırır. Allah dini çətinlik yaratmır. Atamız İbrahimin dinidir bu. Allah heç bir çətinlik yaratmır. Daim Allah bizi müsəlman adlandırıb. Bizə başqa ad lazım deyil. Allah bizə qulum desin, vallah mənə bəsdir. Mənə qulum desin, bu mənim üçün böyük bir şərəfdir. Mənə Allahın qulu olmaq, Allahın ayələrini təslim olmaq ən böyük şərəfdir. Mən başqa mən ad istəmirəm. Allah mənə qulum desin, bəsdir. Bəsdir. İndi baxın da özünüzə müsəlman kifayət etmirsən. Ona görə baxın bu Xalidiyyə çıxdınız. Sonra bu çox təriqətlər olacaq. Yəni ki, Peyğəmbər. Çünki sizi müjdəliyibsə, niyə Xalidiyyəni müjdələməsin? Bax, onun Xalidə qolunda şeyx də lədun elmini bildiyi üçün, lədun elmini Allahla rabitə yaradır. Allah deyib ki, Xalidiyyə qolu, hətta görə deyir, əzab mələkləri saxlayacaq. Xalidiyyə qolu, buraxın, görürsünüz? Qeybdən məlumat verir. Artıq Allahın adına danışır. Artıq Allahın adına kim hara gedəcək artıq müəyyən edir. Neysə. İndi salamat qalın, sülh içində qalın, sülh içində yaşayın. İnşallah birləşin, Allahın dediyi kimi, Ənfal 73 oxuyun. Birləşin ki, yer üzünə xaoslar azalsın, birləşin. Dediyi kimi Ənfal surəsində zəifləməyin Allaha və onun elçisinə göndərdiyi mesaja. İtaət ona təslim olun ki, parça birlik olsun. İnşallah mən buna tam qəlbə inanıram ki, uydurulmuş din, endirilmiş yox, uydurulmuş din, rəvayət dinləri, onlar çökəcək. Onlar çökəcək. Necə ki, Peyğəmbər gələndə Məkkəlilər onun üstünə gəlirdi. İndiki hələ ki, gəlirlər bizim üstümüzə. Peyğəmbər Mədinəyə gedəndən sonra artıq nə oldu? Peyğəmbər Allahın dediyi kimi ona böyük bir zəfər verdi. Onun işini yüngülləşdirdi. İnsanların qəlbini artıq Peyğəmbər fəth etdi. Baxın, yeni şey təkrar olacaq. Biz artıq bu dövrdə Nəsr surəsini yaşayırıq. O gedir, Allahın köməyi ilə zəfər gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dinini axın etdiyini gördüyün zaman, baxın, artıq insanlar dəstə-dəstə Allahın dinini axın edirlər. Biz o ayələri yaşayırıq. Öz gözümüzlə o ayələrin şahidi olaraq. Ona görə eyni şey olacaq Allahın köməyi ilə. Eyni şey yenə olacaq, bu uydurulmuş Sünni Şiə dini çökəcək. Allahın dini, tövhid dini, əxlaq dini yer üzündə yenidən hakim olacaq. Bunu biz eləyəcəyik. Bunu biz özümüz bacarıq. Bizə nə Mehdi, nə Məsih. Heç biri lazım deyil. Məhəmməd heç kimi gözləmirdi. Öz yoldaşlarını yığdı ətrafı, onları əxlaqla, öyüd nəsiyyətlə mübarizə apardı, insanların qəlbini fəth elədi. Məhəmməd Məkkəni dağıtmadı, heç nə eləmədi orada. Rahatca girdi oraya, insanların qəlbini fəth eləmişdi. Öz əxlaqı ilə, öz mübarizə üslubu ilə. Quranın dediyi kimi Furqan surəsinin 52-ci ayəsində onlara qarşı Quranla cihad et. Mübarizə aparır. Peyğəmbər əxlaqla, Quranla və cihadı apararaq onlarla oranı fəth elədi. Allah deyir ki, sən onlara böyük bir zəfər gəldi. İnşallah bu yeni təkrarlanacaq. Bu yenidən biz bunu yaşayacağıq. Biz bu ərəfələrdəyik. Allaha çox şükür ki, düşünən insanlar. Yəni bizə o şey lazım deyil, kəmiyyət lazım deyil. Yəni belə bir misal çəkmək istəyirəm ki, 10 nəfərdir, mən orada şirin bir yalan deyirəm, onun da gəlir mənə tərəf. Amma mən orada acı bir gerçək deyirəm, onun 8-i gedir, mənə 2-si gəlir. Mənə də o 2 dənəsi lazımdır. O düşünən 2 dənəsidir. O başlayır artıq Quranı incələməyə, araşdırmağa, mənim sözümün doğru olub olmadığını araşdırır. O məni qovmur. O dəqiqə, yox, sən düz demirsən, sən kafirsən, bunu demir mənə. Deyir, sən fərqli bir şey dedim.
Baxım görüm sənin sözün Allahın kitabı ilə uyğun gəlir yoxsa yox. Amma 8-də onu eşitmək istəmədi. Qulaqlarında pərdə var onların, pərdə. Pərdə var onların. Eşitmək istəmirlər. Onları sərf eləmir. O 2 nəfər gəlsin bəsdir. Əsas keyfiyyətdir. Yəni kəmiyyət, say çoxluğu lazım deyil. Say çoxluğu lazım deyil. İnşallah oxuyun Quranı, araşdırın, incələyin. Həyatınızda yaşayın. Dünya görüşünüzü artırın. Çoxlu düşünün, təfəkkür edin ki, bu yatmasın beyniniz. İndi Allaha əmanət olun, sülh içində qalın, sülh içində yaşayın. Qurana itaət edin.